O sizin əlinizdədir. Bəli. Siz o qaydada, o planlaşmanızda dəyişimi eləyə bilərsiniz müəllimə. Layihə işi nədir müəllimə? Layihə işi, Mhm. layihə işi. Layihə O işi hə, hər hansı bir problemin həllidir, bir yeniliyin bəli. yaradılmasıdır. Müəllimə, lap belə texnologiya ilə bağlı Əgər hansısa bir layihə verərsən, şagirdlər onu deyək ki, hazırlayarlar. Məsələn, texnologiyada da layihələr var da, yenilik, hansısa bir yeni bir nəyisə ortaya çıxarılması, hansısa bir problem şagird verərsə onu həll eləyəsinlər. şagirdlərdə təqdimat bacarıqlarını inkişaf etdirir Aha, bəli. layihə. Sonra Sonra məsuliyyətli olmağı, bəzi əməkdaşlığı, bunları ay, əməkdaşlıq, ünsiyyət, dinləmə bacarığı, birgə komandada şəklində o lider, layihə işində birgə işləyirlər. Bəli, bu bəli, bacarıqlar liderlik formalaşır. bacarığıdır. Bunları inkişaf etdirir. O liderlik bacarığı qrup işində olur müəllimə əsasən. Burada onu demirik, amma belə ümumi şəkildə bəli. O deyə bilərik ki, əməkdaşlıq, ünsiyyət, dinləmə bacarığı, sosial bacarıqlar formalaşır. Effektiv müəllim-valideyn münasibətlərini necə qurursunuz müəllimə? Effektiv müəllim valideyn Hə, mən müəllim bunu əslində qaldım belə. PDF-lərimizə Nə oxumuşdum? baxmısınız Fidan müəllim? PDF-lərə hamısına qulaq asmışam, oxumaq yox, qulaq asmışam. Hə, Amma indi səsləmə. bildiyimi ifadə eləyə bilmədim əslində. Elə problemimiz də odur da Fidan müəllimə. İfadə edə Mütəmadi bilməməyimiz. ünsiyyət müəllimə, valideynlərlə mütəmadi ünsiyyət saxlamaq, onlarla uşaqların, şagirdlərin vəziyyəti haqqında valideynlərinə məlumat vermək. Əslində Fidan müəllimə, guya ki, indi siz bunu bilmirsiniz, hamısını da bilirsiniz. Bax, Hamısını valideynlər tədris prosesinin iştirakçılarıdır. Məsələn, bu suala belə giriş verərik. Valideynlər də tədris prosesinin iştirakçılarıdır. Biz mütəmadi olaraq valideynlərlə əlaqə saxlamalıyıq, tədris prosesinə cəlb etməliyik. Çünki valideynin tədris prosesinə cəlb olunması şagirdin nailiyyətlərinin yüksəlməsi deməkdir. Və mən valideynlərlə mütəmadi olaraq pozitiv, effektiv münasibət yaradıram. Onlarla münasibətdə təşəbbüsü ələ almağa çalışıram, empatiya yaradıram, onları anladığımı göstərirəm. Ələlxüsus valideyn iclaslarımda konfidensiallığı qorumağa çalışıram. Yəni bu qayda ilə biz valideynlə düzgün münasibət qurmağa çalışırıq. Hə, bunu belə sadəcə cümlə şəklinə salıb demək lazımdır mənim əzizim. Bəli müəllimə. Təlim nəticəsi nədir Fidan müəllim? Təlim nəticəsi şagirdə dərsin axırında nəyi öyrəndiyini Aha. Təlim nəticəsi müəllimə sonda formalaşan bilik bacarıqların əvvəlcədən müəyyən olunmasıdır. bəli, bunu Biz əvvəlcədən bəli elan müəllim. edirik. Əvvəlcədən elan Elan edirik ki, eləyirik o başqa. Amma təlim nəticəsi nədir sualına deyəcəyik ki, sonda formalaşan bilik bacarığın əvvəlcədən müəyyən olması. Çünki biz şagirddə bu dərsin sonunda hansı bacarığı formalaşdıracağıqsa, onu əvvəlcədən müəyyənləşdiririk. Və soruşar ki, təlim nəticəsi soruşar yox, hər dəfə soruşurlar bunu müəllimlər. Təlim nəticəsi hər dəfə soruşulur. Təlim nəticəsini nə zaman elan edirsiniz şagirdlərə? Təlim nəticəsini dərsin əvvəlində elan edirik. Ki, Soruşuram ki, şagirdlər niyə? Niyə əvvəldə elan edirsiniz? Nə məqsəd daşıyır bu? çünki şagird o dərsdən nəyi alacağını bilsin, dərsin axırında da o nəticəni aldımı deyə. Aha. Bax, təlim nəticəsini biz ona görə elan edirik ki, şagird biləndə ki, bu gün hansı öyrənməyə sahib, bilik bacarığa sahib olacaq. Öyrənmə onun üçün effektiv olur. Özü üçün yol çizacaq, strategiya müəyyənləşdirəcək, hansısa bir metodlardan istifadə edərək təlim nəticə o bilik bacarığa yiyələnməyə çalışacaq. Fidan müəllimə, məni qane etmədi cavablarınız. Özümü də qane etmədi mən. Hə, nə yalan deyim, müəllimə mən deyə bilmərəm, hə, yəni buna yaxşı deyə bilmərəm. Amma bir dənə onu düşünürəm ki, yeni başlamışıq.
Bundan dolayı ola bilər fikirlərinizi sərbəst şəkildə ifadə etməkdə çətinlik çəkdiniz və bununla bağlı öz üzərinizdə işləyirsiniz müəllimə. PDF-ləri çıxardırsınız, dönə-dönə oxuyursunuz. Mən PDF-i Səslərə çıxarda qulaq asırsınız. bilmədim. Çıxardıq, biz PDF-i çıxarda bilmədik heç cürə. Nə edə bilərik? Müəllim, axı hamı çıxardır, onun yəqin ki, dilini bilmirsiniz. O müraciət eləyin o olan yerə, nə Elə o ora foto yerlərinə. açılmadı. Dedi ki, atdıq o, deyir açılmır. Bu PDF açılmır. Bir PDF-in üzərində denəməyin də, yəni dönə-dönə, yəni başqa PDF-lərin üzərində də eləyin müəllimə. Orada elə PDF-lər var ki, bəziləri açılmır. O açılmayan PDF-ləri mən onsuz da ləğv eləyəcəm orada. Sadəcə onların içindəkiləri çıxardıb digərlərinə yönəltmişəm. Sadəcə olaraq bəzi müəllimlərdə o açılır, bəzilərində yox. Bir PDF üzərində etməyin müəllimə. Dönə-dönə digər PDF-ləri də vurun, çıxacaqdır. Gəlməm. Növbəti müəllim gəlsin, Fatma Hacıyeva. Salam Bunlarla müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir Fatma müəllimə. Buyurun müəllim, eşidirəm. Fatma müəllimə, valideyn əgər iclasa gəlməzsə, siz nə edərsiniz? Müəllimə, biz bildiyimiz kimi valideyn, şagird, müəllim üç bucağı var. Burada da bildiyimiz kimi əvvəlcə biz mütləq valideynlə həmişə pozitiv münasibət yaratmalıyıq öz aramızda. Yəni əgər valideyn iclasa gəlməyibsə, ola bilsin ki, evdə nəsə bir problemi yaranıb və yaxud iş saatı ilə üst-üstə düşüb. Biz mütləq valideynlə əlaqə saxlayarıq. Ona məsələn, övladının nailiyyətlərindən, akademik nailiyyətlərindən olsun və dərsimizə uyğun hansısa praktik işinin bacarığından olsun, onları valideynə çatdırarıq, övladının nailiyyətlərini və sinifdə yoldaşları olan münasibətlərdən, özünü necə aparmağı barədə valideynə məlumatlar verərik. Doğrudur müəllimə. Bullying nədir? Bullying güclünün zəif üzərində zorakılığı deməkdir. Yəni bullyingə məruz qalan uşaqlar olsun, yəni əvvəlcə biz bullyingə məruz qalan əgər uşağı, şagirdi dindirməliyik, bunun nədən yarandığını, ona nə cür təsir etdiyini, sonra bullying yaradan o birisi şagirdlə də mütləq əlaqə yaradıb, bunu aradan qaldırmağa çalışarıq. Psixoloqla, məktəb rəhbərliyi ilə, biz valideynlə, əgər bunların təsiri olmasa, özüm fərdi yanaşsam, təsiri olmasa, bunları yəni psixoloqla, məktəb rəhbəri ilə həll etməyə çalışarıq ki, sinifdə hansısa anonim bir şəkildə uşaqlara sorğu keçirərik. Ola bilsin ki, hansısa bir yazılı şəkildə, esse şəklində uşaqlarla müraciət edib, onlara bu bullyingin nə qədər psixoloji təsir olduğunu, yəni negativ bir hal olduğunu başa salarıq. Müəllimə, təsir üst bucağı nədir? Təsir üst bucağı valideyn, müəllim, şagird. Yəni Bunların əməkdaşlığı nəyə təsir edir? Bəli. Bunların əməkdaşlığı nəyə təsir edir? Bu üç tərəf arasında əməkdaşlıq təhsilin keyfiyyətini artırır və şagirdin inkişafına müsbət təsir göstərir. Doğrudur. Diaqnostik qiymətləndirməni necə keçirirsiniz? Diaqnostik qiymətləndirmə, deməli bildiyimiz kimi 3 qiymətləndirmə var. Diaqnostik qiymətləndirməni ilin əvvəlində və yaxud sinifdə hansısa bir şagirdlərin yenidən sinifə gəlməsi vaxtı keçirə bilərik. Sonra biz onu, məsəl üçün biz bu illəri ilin yarımilliyin əvvəlində də keçirdik. Yazılı şəkildə keçirdik. Əvvəllər sorğu şəklində də keçirirdik. Amma bu il demək olar ki, yazılı şəkildə də keçirdik. Yazılı da eləyə bilərsiniz, şifahi də. Məsələn, yarım ilin əvvəlində də şifahi eləyə bilərsiniz. İlin əvvəlində, hə, ola bilər, istəyirlər axı ilin əvvəlində. Bəli, elə o, biz ilin ortasında da müəllimə yazılı şəkildə bu il elə keçirdik. Yəni əvvəllər sorğu şəklində keçirə bilirdik, amma bu illəri dedilər ki, yazılı şəkildə keçirin, biz elə keçirdik. Öyrədici qiymətləndirmə hansıdır Fatma müəllimə? Öyrədici qiymətləndirmə formativ qiymətləndirmədir müəllimə. Bu qiymətləndirmə demək olar ki, uşaqlar üzərində, şagirdlər üzərində
çox böyük rolu var. Yəni onların addım-addım izləyir, ondan sonra inkişafları üzərində bir monitorinqdir. Yəni şagirdi formalaşdıran qiymətləndirmədir, müəllimdən peşəkarlıq tələb edən qiymətləndirmədir, şagirdlərə motivasiya verən qiymətləndirmədir, təlim nəticəsinin reallaşmasına kömək edən qiymətləndirmədir. Yəni inkişaf üçün bir monitorinqdir şagird üzərində. Maşallah, Fatma müəllimə. Maşallah gününüz olsun müəllim. Qəşəng-qəşəngcə öyrənmişsən ha, nəyi var? Sizin Uğurlar müəllim. sayənizdə müəllimə. O mən çıxarda bilmədik, düz deyir Fidan müəllimə, amma onları elə bil ki, yazılı şəkildə başlıqlarından sonra nə bilim biraz əzbərlədim ki, nəsə bir şeylər öyrənək də. Bir yenə də cəhd eləyin, Bəli. müəllimə. Olmasa mənə yazın, görüm o eləyənlərdən soruşum, görüm. Onu necə eləyirlər, necə Düzü heç mən çıxardırlar. cəhd eləməmişəm çıxartmağa. Elə vərəqlərdə yazdım, yəni özüm. Sonra nə bilim elə yenə o deyir o özümüzün bir bacardığımız qədər də nələrsə əlavə elədim, amma çıxartmağa heç cəhd eləməmişəm. Amma Fidan müəllimə düz deyir. O deyir mən çıxartdıra bilmədim. Yəqin ki, çıxartdıra bilməyib Fidan, yoxsa çıxartdıra. Yox, siz də bir dənə cəhd eləyin. Burada bax bir dənə baxmam nə qədər müəllim var burada. Telegramdan çıxardan var PDF-i. Bir dənə səsini açsın, bizə desin. Telegramdan PDF çıxardan yoxdur burada. Müəllimə, mən heç qulaq asa bilmirəm Telegrama. Deyir, Nicat müəllim yazır ki, mən. Hə, Nicat müəllim. Nicat müəllim bizim peşəkar kompüter peşəkarımızdır. Yəni bu kompüter ustasıdır. Belə deyək Nicat müəllimə. Nicat müəllim, hə, bu bizə də öyrədin də. Adam bilgilərini öyrədər ki, bəs onun bilgiləri artar. Öyrətdikcə çoxalır da bilgiləriniz. Bəs bizə də öyrədin onu. Bu müəllimlərə kömək olun. Nicat müəllim, dəstəyinizə ehtiyacımız var. Müəllim, axşamınız xeyir olsun. Nurlan müəllim, Sınavətən. Müəllim, PDF-in üzərində Telegramda vuranda, həmin PDF-in üzərində 3 nöqtə var sağ tərəfdə. Onun üzərinə vurub elə bir ki, WhatsApp vasitəsindən göndərmək olur kimə istəsəz. Yəni bu şəkil çıxarılan yerlər yoxdur. Telekopiya olunan yerlərdə. Orada da elə yəni çıxarda bilirlər. Hə. Mən elə eləmişdim müəllimə. Öz telefonumdan çıxardılan yerin qızın WhatsApp nömrəsini götürmüşdüm. Buradan yönəltmişdim ona. O da orada printerindən çıxartmışdı hazır formada. Hə, düvə salam da demək eləmək olur. Hə. Nurlan müəllim başa saldı bizi. Bax, aferin. Nurlan müəllim, bəs bu dərsə niyə belə cavab vermirsiniz? Və burada belə dil-dilə ötürsünüz. Bu dərsdə niyə cavab vermirsiniz? Yaxşı olar Allah qoysa müəllimə. İnşallah yaxşı olar. İnşallah. Əlbəttə yaxşı olacaq. Vallahi. Bəli, mütləq yaxşı olacaq. Hə, kim idi? Axşamınız xeyir. Axşamınız siz. Hə, sən ver müəllimə. Mən bu indi hal-hazırda danışan mövzuların heç birini görməmişəm Telegramda. Görməmisiniz? Yox, məndə yəni onlar görsənməyibdi. Yəni mövzu 2-dir də onlar da. Müəllimə, orada PDF-lər də var, müəllimənin səsi də var. Hamısı orada var da. Məndə 2 dənə PDF də orada da, yəni o qısa şəkildə olanlar da. Bir dənə baxım müəllimə, bir dənə sizin bir dənə səhifənizə baxım. Sizin Telegram adınız nədir? Aysel adıyla girmişəm. Aysel? Bəli, qızımın adıyla. Qızınızın adı ilə girmisiniz? Bəli. Orada videoları, YouTube videoları 2 dənə də mövzunu görürəm. Bu da bilsiniz hansılardır. Yəni qısa şəkildə olanlardır. Müəllimə kömək eləyəcəm, narahat olmayın. Orada 3 dərs göndərmişəm. Bugün 3-cü dərsi göndərmişəm. Səsli izah var, Ben PDF müsahibə var. dərsi 2-ni görürəm və məzmun xəttlərini görürəm. Ondan başqalarını görmürəm. Müsahibə dərsi 2-ni, 1-i görmürsünüz. 2-ni görürsünüzsə, bəs 2-dən qabaqda 1-dir də. 1-i necə görmürsünüz? Nə bilim, valla baxaram bir də. Olsun ki, telefondandır. Və elə olanda müəllimə Telegrama belə yuxarıdan çəkin, yenilənmə verin, çıxın bir də girin. Bunu hamı görməsə deyərəm problem məndədir.
Hamı Hə, görür orada birinci, ikinci, üçüncü dərs. Hələ bu gün də ora dərslər yükləmişəm müəllimə. Nə qədər üçüncü video. dərsi görürəm. Onda yəqin o çox yuxarıdadır. Mən fikir verməmişəm. Çəkin ha, yuxarıdadır. Bəs necə? Hə. Ən yuxarıda. Yaxşı, keçək. Həsənova Mən Günay. başlaya bilərəm. Yəni o Nəyə üzr başlaya istəmirəm. bilərsiniz? Mən dərslərə qoşulmamışam. 2 dərsimiz gedib də, yəni özünü təqdim eləmə zad hazırlamışam, amma onu sizə göndərməmişəm. İndi oxuya bilərəm onu. Müəllimə, növbəniz çatanda əlbəttə ki, dərsdə qalın, növbəniz sırayla hamını çağırıram. Nə var? Burada 15 nəfərsiz. Bu dəqiqə növbəniz çatacaq. Hə, yaxşı oldu. Hə. Günay müəllimə burada. Salam müəllimə. Axşamınız xeyir. Həsənova. Bəli. Mən. Burada başqa Günayımız yoxdur axı bizim. Başqa Günayımız var. İbrahimova Günay. Hə, İbrahimova. Hə, İbrahimova. Var. Siz də varsınız. Adınız var burada. Çəkəcəm ki, İbrahimova. İndi Həsənova ilə danışaq. Bu mənim bacımdır da, Həsənova. İkimiz də Həsənovayıq. Bəli. Çox gözəl. Həsənova, Bəli. diaqnostik qiymətləndirmə nə zaman aparılır? Nə bilirsiniz onun haqqında? Bir dənə geniş danışın. Müəllimə, deməli diaqnostik qiymətləndirmə növlərindən biridir. Diaqnostik qiymətləndirmə şagird yeni bir təhsil müəssisəsindən gələndə, sinifdən sinifə keçəndə ilin əvvəlində diaqnostik qiymətləndirmə aparılır. Diaqnostik qiymətləndirmə test şəklində, şifahi şəklində şagirdi yoxlanılır və onun portfoliosuna qoyulur və gələcəkdə də şagirdi izləmədə bu çox lazımlı olur. Bəs yaxşı, bullying nədir müəllimə? Bullying güclərin zəiflər üzərində gücünü göstərməsidir və bullyingə məruz qalan şagird əgər yəni olunarsa, biz həmin vaxtı şagirdlə əlaqə saxlamalıyıq, onunla söhbət etməliyik və ümumi sinifdə psixoloji söhbət aparmalıyıq və belə bir təzyiq hazırda, yəni ki, rastımıza düşərsə mütləq psixoloqla əlaqə saxlamalıyıq və bu hadisə daha da böyüməsin və genişlənməsin. Yaxşı müəllimə, təhsil üçbucağı nədir? Təhsil üçbucağı müəllim, şagird, valideyn bir yerdə, yəni birlikdə əməkdaşlığı ünsiyyətindən söhbət gedir. Bəs deyə bilərsinizmi müəllimə, valideyn əgər iclasa gəlməzsə, siz nə edərsiniz bu halda? Valideyn iclasa gəlməsə, yəni ümumiyyətlə müəllim-valideyn münasibəti tək iclası özünü göstərmir. Müəllim-valideyn münasibəti həmişə olmalıdır. Əməkdaşlıq həmişə olmalıdır. Çünki bu şagirdlərin ümumiyyətlə özünü göstərməsində, nailiyyətlərinin izlənməsində böyük rolu var. Və valideyn iclasına gəlməyəndə də biz həmən valideynlə əlaqə saxlayırıq və onu şagird haqqında məlumatlarımızı çatdırırıq. Psixoloqa nə zaman müraciət edərsiniz müəllimə? Psixoloqla müraciət etmək, ümumiyyətlə psixoloqla bizim əməkdaşlıq şəraitimiz davamlı olur, davamlı olmalıdır və psixoloqla əsasən də belə bir hallar, yəni ki, hansısa bir şagirdin özünə qapanmağını görsək, hər hansı bir şagirdi bullyingə məruz qaldığını görsək, hər hansı bir şagirddə təzyiqlərin olduğunu görsək və hər hansı bir şagirddə aqressiv münasibətlər, yəni ki, dəyişikliklər görsək, biz mütləq psixoloqla əlaqə saxlamalıyıq. Təlim nəticəsi nədir müəllimə? Təlim nəticəsi dərsin sonda əldə etdiyimizin dərsin əvvəlində elan olunmasıdır, müəyyən olunmasıdır və bu şagirdlərə mütləq dərsin əvvəlində elan olunmalıdır. Əgər şagirdə bu dərsin əvvəlində elan olunmasa, həmən şagird düzgün yol seçə bilməyəcək, sağa sola baxacaq. Lakin biz onu dərsin əvvəlində elan edərkən, onu yazılı formasında da və şifahi şəkildə də elan edə bilərik. Şagird öz yolunu tutacaq və ümumiyyətlə özünə yeni bir metodlarda təyin edəcək və təlim nəticəsi 6 standartdan çıxarılır. Bunu da deyim. 6 standart neçə hissədən ibarətdir? 6 standart 2 hissədən ibarətdir. Hansıdır? Onu qarışdırdım müəllim. Köməklik eləyəsiniz, yadıma düşsün. Bilik, bacarıq. Aha, bilik və bacarıq və bir də biz ümumiyyətlə təlim nəticəsini minimum 1, maksimum 3-dür və siz dediyiniz kimi 2 dənəsini təyin etməliyik ki, sonra dərs vaxtında da biz yəni ki, çox çətinlik çəkməyək.
Yəni sizin dərsinizə də. Bəli, mütləq. Bəli. Yəni maksimum 3 qoymalıyıq. Günay Bəli. müəllimə, neçə Bəli. bal yığmısınız imtahandan? Mən indi təqdimatımı sizə 1-ci dərsdə 2 dərs qoşula bilməmişdim. Təqdimatımı hazırlayıram. Yəni deyəcəm, tarix Yox, müəllimi müəllimə, 52 bal. 52 bal. 52 bal yığmısınız, tarix müəllimisiniz. Bəli. Hə. Müəllimə, maşallahsınız. Çox sağ olun Maşallahsınız. müəllimə. Çox sağ olun. Buradan Yəni da sizə qoşulan müəllimə yoldaşlarım 40 yazıblar. müsahibədən Bəli və siz biraz və kurikulum vaxtında da gərək çaş vaxtında tapardım, yəni qoşulardım. hə, qismət bu günəymiş müəllimə. Bəli. Müəllimə kim var sizin müəllimlərdən deyin gün xatırlayıram. Keçən illərin Piskadan Sara müəllim olub. Bir də qohumum var, rayondan qoşulmuşdu, rəsmiyə müəllimi biologiyadan. O Hə, düz Sara 40 deyil, müəllimə. amma o da. Sara 40 Tərtib almışdı da. O deyəsən direktorluğa da Bəli. vermişdi işlərini. O müəllimədir. Qasımova Sara. 34 nömrəli məktəbdən Bakı şəhərində. Hə. Onlar mən müdavim çoxdur, unuduram, yadımda qalmır. Hə, o Amma 40'larım ümumiyyətlə keçəni çox Bəli. idi. 40'larım çox idi. 40 idi. Hə, o 40 yığmışdı. Da indi Günay müəllimə, siz Bəli. də onlardan geri qalmayacaqsınız. 40'ı da siz İnşallah. vuracaqsınız. İnşallah. Uğura birlikdə. Təşəkkürlər müəllimə, çox Çox sağ sağ olun olun. müəllim. Sağ olun. Siz sağ olun. Gəlsin, deməli Reyhan müəllimə. Reyhan qoşuldu. Reyhan müəllimə qoşuldu. Validə Xəlilova. Axşamınız xeyir olsun. Axşamınız xeyir müəllimə. Qoşulmuşam. Reyhan müəllimə. Reyhan müəllimə, danışmaq istəyirsiniz, yoxsa necə? Deyin görüm, Mən elə oğlunuzun bir toyunu təqdimatı bilirəm. hazırlamamışam, ancaq özüm üçün necə eləyim, onu yazıb sizə göndərməliyəm. Bir dənə mənə Yazılı yox, məlumat verin. yazın vərəqə, səsli şəkildə mənə göndərin, mən baxım, cavablandırım. Hə, sizin onda şəxsinizə göndərim müəllim onu. Mənim şəxsimə göndərin, hə. Oldu müəllimə. Mən indi dinləmək üçün girdim. PDF-i göndərdim, çıxarsınlar. Hə, lap yaxşı müəllimə. Təşəkkürlər. Sağ olun müəllim. Hə, Telegramdan PDF-i götürüb göndərə bildin də çıxartmaq üçün, eləmi? Siz göndərdiyiniz, şəxsimə göndərdiyinizi göndərmişəm. Bilmirəm, çıxarda biləcəklər ya yox. Mən sizin şəxsinizə nə göndərmişdim müəllimə? Ay müəllimə, Səs Ay müəllimə, o PDF deyil, mənim məzmum, o Telegramın linkidir. Siz özünüz o linkə daxil olmalısınız. Hə, daxil olanlar göndərdim ki, özləri daxil olub çıxartsınlar da. Mən daxil olmalıymışam onda. Siz daxil Orada- olmasanız belki sonra görməyəcəksiniz. Orada səslər var, PDF, izahlar var, videolar var. Siz mütləq Oldu özünüz müəllimə, daxil onda olmalısınız. təzədən çıxardıraq. Hələ onsuz da gediblər çıxartmağa. Hə, Ancaq hə. hələ getməyib. Deyirəm mən bu şəxsi ay müəllimə qızı kəsərəm sizə. Müəllimə, Təşəkkürlər. səsinizi dinlədim, yazdınız ki, oradan götürün. Yəni səsi çıxardıb. Çıxardıb Mən nə gətiriblər bilim ki, müəllim siz- ancaq. Vallahi hamısını çıxardıb gətiriblər. Müəllimə mən Görüntünü bilirəm. yığın, bəlkə Onlar özləri baxasınız. girib də ora. Ora girib Yəqin mən giriblər. Hə. mən Özünü icazə təqdim vermirəm etməz ora hamısını kimsə ki. çıxardıblar. Ay müəllimə, qulaq asın. Müəllimə qulaq asın, xahiş edirəm. Buyurun. Daxil olun, özünüz o linkə daxil olun. Orada tək PDF yoxdur, video var, səs var. Siz onlara girib dinləməlisiniz. Başınız çıxmır, evdəkilərdən kömək istəyin. Oldu müəllimə. Dinləyərəm də, əlavə dinləyərəm. Oxuyun. Yaxşı, yaxşı. Əsas oxumaqdır. Oxusam Oxuyun. yəqin ki. Oxuyun, müəllimə, oxuyun. Çox Ay sağ olun. müəllimlər, müəllim. ay müəllimlər. Bir söz də soruşum sizdən zəhmət olmasa. Mən yəni bilmirəm də bu gün qoşuldum təsadüfən. Həftədə neçə gündür saatını elə 20:00 oldu bildim. Yəni günü də deyil zəhmət olmasa. 3-cü, 6-cı gün. 3 saat. Çox sağ olun müəllimə. Gecəniz xeyir. Dinləyəcəm ancaq axıracan. Sağ olun, buyurun. Sağ olun müəllimə. Sonra gəlsin, deməli kim Validə müəllimə. Bəli. Validə müəllimə, qrup işi vermisiniz uşaqlara işləmək üçün. Baxırsınız ki, qrup işində şagirdlər biri işləmək istəmir. Neyniyək? Aha. Deməli, qrup işində əgər şagird zəif işləyirsə və yaxud da işləmək istəmirsə, mən o şagirdə yaxınlaşaram. Birinci növbədə qrupda onun prosedur qaydalarını ona başa salaram.
və qrupda əməkdaşlığın, ünsiyyətin, müzakirənin, liderliyin təşəbbüsü ona anlayaram ki, bunlar sənə lazımdır və beləliklə onu qrupda işləməyə cəlb eləyərəm. Psixoloqa nə zaman müraciət eləyərik müəllimə? Psixoloqa ümumiyyətlə psixoloqla biz həmişə əməkdaşlıq edirik, məktəb psixoloquyla və əgər şagirdlərin davranışında müəyyən bir dəyişiklik varsa, özünə qapanmaq, nə bilim aqressiya, ola bilsin ki, uşaqlarla rəftarında müəyyən bir dəyişikliklər varsa, o zaman psixoloqa mən yönləndirərəm. Amma biz daimi psixoloqla əməkdaşlıq edirik. Təlim nəticələrini nəyə əsasən müəyyən edirsiniz? Təlim nəticələrini alt standarta görə müəyyən edirik. Alt standart təlim nəticələrini neçə təlim nəticəsi qoyuruq müəllimə gündəlik olaraq? Biz maksimum 2-3 qoya bilərik, minimum 1. Məktəbdə şagirdinizin siqaret çəkdiyini görərsinizsə, nə edərsiniz müəllimə? Əvvəlcə şagirdə yaxınlaşıb siqaretin məktəbdə o ümumiyyətlə siqaretin onun sağlamlığına vurduğu ziyanları başa salaram və bu başa salmadan sonra onu təkrarlanarsa, yenə də ki davam edərsə, artıq orada sinif rəhbəri ilə və yaxud da ki məktəb rəhbərliyi ilə məlumat verərəm, valideynlə söhbət eləyərəm, valideyni də bu işə cəlb edərəm və beləliklə onu zərərli vərdişdən çəkindirərəm. Yaxşı müəllimə. Bullying nədir müəllimə? Bullying güclü şəxsin zəif şəxsə təkrarlanan psixoloji və ya fiziki əzab verməsi və yaxud da təzyiq etməsidir. Bullyingin hansı növlərini tanıyırsınız? Bullyingin kiberbullying var, digərləri sözün düzü yadımda deyil. Kiberbullying var, bəli Aha. müəllimə. Verbal, qeyri-verbal, Verbal, fiziki qeyri-verbal, bullying, bir fiziki bullying bunlar deyək. Bir fiziki. neçəsinin adını yadınızda saxlasanız Aha, kifayətdir. Bir də müəllimə, bəli. Validə müəllimə, canım mənim. Mən sizə sual verdi, deyirsən, ha? Aha, belə eləyirsən. Müəllimə, sizə qudu kəsərəm, elə eləməyin. Sadəcə belə Baş üstə. gülümsəyərək dinləyin, açmırsınız görüntünü də ki, mən. Amma bunu deyim ki, dərsimizi qayda eləyirik. Bayaq da unutdum mən onu deməyi. Belə Gülnarə olanda müəllimə, kiberbullying necə idi? Onu sosial bir dənə media sözü. üzərindən təzyiqdir. Məsələn, şəkillərini paylaşmaq, nə bilim, şayə yaymaq media üzərindən, sosial şəbəkələr üzərindən, deyək ki, Facebook, Instagram. Hə. Belə, təşəkkürlər Validə müəllimə. Bir dənə o ahanı yığışdırırıq, ondan sonra hər bir şeyimiz yerində müəllimə. Baş üstə. Başınız var olsun müəllim. Sağ ol. Sağ ol əzizim. Gəlsin Həzi müəllim. Baxaq görək bizim bu Həzi müəllim neyniyibdir? Çalışıb, çalışmayıb? Çalışmışam müəllimə. Aha, lap yaxşı müəllimə. Sinifdə hansı mühiti qurarsınız Həzi müəllim? Sinifdə pozitiv mühit quraram müəllimə. Pozitiv mühit necə olur? Bax, necə dərsiniz ki, pozitiv mühiti qurarsınız Həzi müəllim? Yəni bircə müəllim şagird əməkdaşlığını keçirilməsi, sonra empatiya hissinin Empatiya, hə. hissinin inkişaf etdirilməsi, sonra şagird yönümlülük, bunları nəzərdə tuturam. Aha, bir də orada Həzi müəllim deyə bilərsiniz ki, sağlam psixoloji bir mühit yaradıram və dəstəkləyici mühit yaradıram, şagirdin fikirlərini sərbəst şəkildə dediyi bir mühit. Məsələn, sinifdə hansı mühiti qururuq? Sağlam psixoloji bir mühit qururuq. Bəli. Və bunları vurğulaya bilərsiniz. Təlim nəticəsini nəyə əsasən müəyyən edirik? Alt standart əsasən müəyyən edirik. Aha, gündəlik olaraq neçə təlim nəticəsi qoya bilərik? 1, 2, maksimum 3 təlim nəticəsi qura bilərik. Bəli, doğru. Bullying nədir müəllim?
Bullying qısnamadır. Bir şəxsin digər şəxs üzərində təkrarlanan təzyiqidir. Bullyingin növləri var. Sosial bullying, fiziki bullying, verbal, Bəli, qeyri-verbal, bəli, kiberbullying. doğru. Bəli, doğru. Qəşəng. Yaxşı müəllim. Deyək ki, belə bir sual verilərsə ki, şagirdlərinizi nə zaman məktəb rəhbərliyinin yanına aparırsınız? Deyərəm ki, məndə belə bir hal baş verməyib. Amma o dərəcədə ciddi bir hadisə baş verərsə apararam. Birinci nəsə elə bir hadisə baş versə özüm şagirddən fərdi söhbət apararam, vəziyyəti yerinə qoymağa çalışaram. Alınmasa valideynlə əməkdaşlıq edərəm. O da alınmasa o halda məktəb rəhbərliyinə müraciət edərəm. Amma hər Ən dəqiqə son halda deyək ki. Bəli. Bəli, doğru. Tutaq ki, sizə bir sinif veriblər. İxtisasınız nədir Həzi müəllim? coğrafiya. Sizə bir sinif veriblər. Girmisiniz sinifə, baxırsınız ki, nəticə səviyyə zəifdir sinifdə və siz bu halda nə edərsiniz müəllim? O halda biz şagirdlərdə onların potensialını öyrənib, onların marağını öyrənib, dərsi onların marağına, potensialına, bilik bacarığına uyğun dərs quraram ki, məsələn, lazım gəlsə rollu oyunlarını təşkil eləyərəm. Onların marağına uyğun dərs quraram ki, şagirdlərin inkişaf eləsinlər. Səviyyələrini diaqnostik apararam, diferensial yanaşaram, fərdi məşğələlərə cəlb edərəm və bunları da deyə bilərsiniz müəllim. Deməli, sonra belə bir sual verim. Şagird adaptasiya problemini nə zaman yaşayır? Adaptasiya problemini sinifini dəyişərsə, məktəbini dəyişərsə, onda belə deyək ki, uyğunlaşamır da. Uyğunlaşma da adaptasiya. Bəli, uyğunlaşmadır. Bəli, doğru. Qəşəng. Sinif rəhbərisiz, Həzi müəllim. Sinifinizdə bullyingə məruz qalan şagird var və o neyniyərsiniz? Yəni sinif rəhbəri olaraq kimlə əməkdaşlıq edərsiniz? Birinci özüm şagirdlər arasında anonim sorğu apararam. Vəziyyəti biləndən sonra psixoloqla, valideynlə əməkdaşlıq edib vəziyyəti tez vaxt ərzində aradan qaldıram. Yaxşı. Cavablarınız yaxşıdır, Həzi müəllim. Yəni biraz da hə, çalışdığınızı hiss eləyirəm. Yəni hələ bundan da daha siz necə biraz dolğun, geniş cavablar verməniz daha yaxşı. Hə, çalışacağam. Biraz söz ehtiyatım siz demişkən bol olsun. Deyirdim, elə danışın ki, orada sual verəndə Bəli. Buyurun, Söz cavab ehtiyatınız bol, yəni informasiya bolluğunuz olsa ki, məsələn bu mövzu ilə bağlı deyək ki, diaqnostik haqqında deyək ki, informasiyanız çoxdur. Çox daha danışacaqsınız. Yəni bir mənalı şəkildə o sual sənə verildi, bol-bol danışacaqsınız. Yəni bu da sizin üçün müsbət bir göstəricidir. Ona görə həmişə deyirəm ki, həm də danışarkən, bax indi orada da baxıram siz istifadə edirsiniz, danışarkən rəsmi şəkildə cavablandırmaq lazımdır. Daha necə gəldi, mən belə eləyəcəm, nə edəcəm, nə etməyəcəm. Yox, daha elmi şəkildə, daha rəsmi üslubda danışın. Yəni əsl peşəkar pedaqoq kimi. Təşəkkürlər Həzi müəllim, çox sağ olun. Sağ olun müəllim. Bugün mən hansı 5-dən verəcəm müəllim? Bugün sizə hələ ki sadə 5 verirəm. Növbəti dərs quyruqlu 5-i düşünərəm. Oldu. Təşəkkürlər, sağ olun. Hə, Aybəniz müəllimə burada. Yəni mənim axşamınız xeyir. Axşamınız xeyir. Aybəniz müəllim, quyruqlu 5 alacaqsınız bugün. Və Həzi müəllim hələ ki sadə 5 alıb. Bugünkü dərsimizdə görək bizim yağlı 5-imiz var, quyruqlu 5-imiz var, sadə 5-imiz var. Bunları da vurğulayaq. Hə, müəllimə, inklüziv təhsil nədir əzizim? İnklüziv təhsil, biz o sistemdə işlədiyimizə görə mən biraz bu barədə geniş danışa bilərəm. Əvvəla onu deyim ki, inklüziv təhsil, təhsilin hər kəs üçün əlçatan olması deməkdir. Yəni fiziki məhdudiyyəti olan şəxslər, şagirdlərlə sağlam şagirdlərin eyni mühitdə, eyni şəraitdə təhsil alması deməkdir.
və inklüziv təhsil alan müəssisələrin əksəriyyətində şərait o təhsilə uyğun olmalıdır. Məsələn, tutalım ki, məktəb binasının, məktəb siniflərinin əlçatan olması, panduslarla təmin edilməsi, sonra loqopedlərlə, pedaqoqlarla, sosial işçi ilə və digər belə deyək, mütəxəssislərlə təmin olunması vacibdir. Bundan əlavə, məsələn, bizim özümüzdə uşaqların ayrı dincəlməsi üçün otaqlar, oyun otaqları və digər onlar üçün lazım olan şərait yaradılmışdır. Bir də ümumiyyətlə bu şagirdlərlə işləyən zaman onların belə deyək, o fiziki məhdudiyyətləri nəzərə alaraq onların yerləşdirilməsini də biz nəzərə alırıq. Çünki bəzilərində görmə, bəzilərində eşitmə və digər məhdudiyyətlər olduğuna görə onları tutalım birini işıqlı yerə, pəncərəyə qarşısına qoymalıyıq, birin eşitmə məhdudiyyəti var, məsələn, ön sırada oturtmalıyıq və s. Yəni inklüziv təhsil bildiyimiz bu təhsildir. Aybəniz müəllimə, sizə bir dənə də sual verim burdan. Buyurun müəllimə. Elə orada işlədiyinizə görə sizcə məktəb mühiti şagirdə uyğunlaşmalıdır, yoxsa şagird məktəb mühitinə uyğunlaşmalıdır? Əvvəlcə məktəb mühitini şagirdlərə əlçatan etmək lazımdır müəllimə. Məsələn, tutalım kolyaskada uşaqlar gəlir bizə. Onun üçün onların məktəbə daxil olması üçün biz pandus pilləkənlərin yanında onların çıxması üçün panduslar olmalıdır. Sonra otaqlarda onların yerləşdirilməsi üçün şərait olmalıdır və sonra uşaqlar o mühitə uyğunlaşırlar. Yəni hər ikisi o qarşılıqlı şəraitdə birinci binanın əlçatan olması lazımdır. Sonra uşaqlar ora Mütləq. öyrəşməlidirlər. Yəni o cür, yəni məktəblərdə məktəbin maddi-texniki bazası Bəli, olsun, ona uyğunlaşdırılır. infrastruktur olsun, hamısı məktəbdə orada o inklüziv şagirdlərə, yəni şəraitə ona uyğunlaşmalıdır. Yəni siz demiş, şagird kolyeskada gəlirsə biz onu pilləkəndən qaldıra bilməyəcəyik. Bəli, bütün Yəni ehtiyatlar partada şagird üçün oturdura əlçatan bilməyəcəyik. olmalıdır. Bəli, müəllimə, çox qəşəng. Sinifdə güclü şagirdiniz olarsa nə edərsiniz müəllimə? Sinifdə güclü şagird olmaq müəllim üçün bir avantajdır. Niyə? Mənim tutalım güclü şagirdim varsa, mən birinci o şagirdi nəzərə alaraq sinifə həm yüksək motivasiya ilə gəlirəm, çünki bilirəm hazırlıqlı şagirdim var. İkinci, öz hazırlığımı, məsələn, o şagirdin hazırlığına uyğunlaşdırıram ki, tutalım, belə deyək də, əslində hər bir müəllim hər zaman hazırlıqlı olur və fənnini bilməyən müəllim də müəllim deyil. Amma belə deyək, yəni o şagirdin sinifdə olmağı müəllimin həm də bir öz üzərində hər zaman işləməsinə şərait yaradır. Bir də o şagirdlər üçün mən diferensial təlim üsulundan istifadə edərək, məsələn, onun qabiliyyətinə, bacarığına uyğun tapşırıqlar hazırlayaram. Əgər lazım gələrsə, biz bir də bilirik ki, o cür şagirdləri fərdi təhsilə cəlb edə bilirik. Onu fərdi təhsilə də cəlb edə bilərik. Doğru, Aybəniz müəllimə. Aybəniz müəllimə, hansı iş Qurtarsınız formalarını doğru müəllimə. Müəllimə, hansı iş formalarınızdan istifadə edirsiniz? 4 iş formamız var, bildiyimiz kimi. Fərdi iş, kollektiv iş, cütlərlə və qruplarla iş. Biz bu işlərin demək olar ki, bütün formalarından istifadə edirik. Niyə? Çünki təlim nəticəmiz nəyi tələb edirsə, mövzu hansı iş formasını tələb edirsə, təbii ki, ondan istifadə edəcəyik. Ona görə də bunların demək olar ki, hər dəfə yəni müxtəlif formalarından hər zaman istifadə olunur. Müəllimə, bura kimi yaxşı gəlmişdiniz. Orada bir Bəli. dənə j-nı dediniz, aləm qarışdı. Bəli, ləhcə. Hə, müəllimə, bu ləhcə bizi, Çalışırıq. bu ləhcə bizim balımızı müəllimə endirə bilər. Ona görə də ona diqqət etmək lazımdır, mənim əzizim. Bəli, müəllimə. Tamam. Aybəniz müəllimə, amma qəşəng danışırsınız. Yəni belə belə qəşəng danışırsınız müəllimə. Yəni sual Təşəkkür edirəm, ətrafında, müəllim. mövzu ətrafında dolğun şəkildə cavablandırırsınız. Maşallah. Təşəkkürlər Sağ Aybəniz olun. müəllimə. Çox sağ Sağ olun olun, canım müəllim. mənim. Aybəniz müəllimədən sonra gəlsin Reyhan müəllim. Reyhan müəllim danışdı, hə. Ülkər müəllimə, texnologiya. Bəli, müəllimə. Buyurun. Ülkər müəllimə, diaqnostik haqqında danışın.
Diaqnostik belə deyək də, ilin əvvəlində uşaqların bilik səviyyəsini müəyyən etmək üçün keçirilir. Ümumiyyətlə 3 cür deyək ki, qiymətləndirmə var. Biri formativ, biri summativ, biri də diaqnostik. Amma diaqnostik uşaqların ilk dəfə, belə deyək də, məktəbə qaydanda hansı bilik səviyyədə olduğunu həmin bu diaqnostika keçirtməklə biz müəyyən edirik. O da birinci yarımilin, belə deyək, sonunda və ikinci yarımilin, birinci yarımilin başlanğıcında və ikinci yarımilin yenə də dediyim kimi sonunda keçirilir. Müəllimə, diaqnostik rəsmi qiymətləndirmədir. Ümumiyyətlə diaqnostik əyərləri yox, diaqnostik rəhbərlik tərəfindən keçirilmir sözün açığı. Yəni o belə deyək də, bizdə məsəl üçün belədir, rəhbərlik tərəfindən keçirilən böyük summativlərdir. Amma o diaqnostiki biz hər bir müəllim, yəni onu şifahi də keçirdə bilər, sual, nə bilim, belə yazılı da eləyə bilər, adi sual-cavabla da eləyə bilər. Ona görə də o qədər belə düşünürəm ki, rəsmi deyil. Yəni mən belə bilirəm, Gülnarə müəllimə. Amma məsəl üçün böyük summativlərdir, məsəl üçün kiçik summativlərdir, bunlar rəsmidir. Müəllimə, ümumiyyətlə summativ rəsmidir, düz deyirsiniz. Amma diaqnostik formativ rəsmi deyil. Çünki biz onu Rəsmi deyil, jurnala yazmırıq axı. Biz onun Hə. qiymətini jurnala yazmırıq. Ona Bəli. görə onu Sadəcə kiçik summativ hər fən müəllimi tərəfindən keçirilir, amma böyük summativ isə rəhbərlik tərəfindən keçirilir. Doğrudur müəllimə. Yaxşı müəllimə, öyrədici qiymətləndirmə haqqında danışın. Dinamik qiymətləndirmə, hansı qiymətləndirmə? Öyrədici qiymətləndirmə, dinamik qiymətləndirmə ümumiyyətlə elə formativ qiymətləndirmədir. Burada şagirdin nailiyyəti, yəni müəllim tərəfindən şagirdin birbaşa izlənməsi nəzərdə tutulur. Yəni Başqa nə deyə bilərsiniz müəllimə? başqa canım gözüm nə istəyirsiniz deyim. Müəllimə, istəyirəm ki, daha geniş danışasınız Daha formativ. geniş bilmirəm necə onun haqqında nə deyim. Bir onu bilirəm ki, yəni o formativ qiymətləndirməyə də əsasən biz uşaqların nailiyyətini ümumiyyətlə müəyyənləşdiririk də. Yəni o summativ elə o formativdən elə irəli gəlir ki, o uşağın nəticəsi də elə summativdə özünü göstərir. Yəni bir uşaq gündəlik əgər cavab vermirsə, heç bir dərsin, heç bir mövzudan xəbəri yoxdursa, yəni cavab bir təşəbbüs göstərmirsə, deyək ki, hər mövzu haqqında cavab verməyə, onun summativi nə olasıdır ki? Yəni mən belə düşünürəm müəllimə. Müəllimə, bəli, əslində formativ summativdə yüksək nəticənin alınmasına aparır uşağı. Bəli. Sadəcə olaraq orada demək lazımdır da, şagirdi stimullaşdırır, özünü qiymətləndirməni formalaşdırır. Hə. Yoldaş qiymətləndirməsidir burada formativ. Hə, onu bilirəm ki, hə, yoldaş qiymətləndirməsidir, inkişafı aparır, onu da Bəli, bilirəm. dinamikdir, çevikdir, geriyə dönüşü olan Çevikdir, qiymətləndirmədir. Bunlar haqqında ətraflı deyə bilərdiniz İlker müəllimə. Axı siz axı kurikulumdan hazırlaşa gəlmisiniz müəllimə. Ülker müəllimə o beynində tormozdanma gedir. Hə, müəllimə. Müəllimə, bəs əgər valideyn iclasa gəlməzsə nə edərsiniz? Valideyn iclasa gəlməsə, müəllimin birbaşa borcudur ki, onu valideynə çatdırsın. Yəni o valideyn uşağı haqqında məlumatlı olmalıdır. Və o müəllimin birbaşa mən deyərdim ki, onun elə vəzifəsidir, onu valideyninə çatdırmaq. Hər bir uşağın da hər bir şagirdin valideyninə, yəni gəlməyən deyək ki, valideynin uşağı haqqında onu məlumatlandırmalıdır müəllim. Mütləq, bəli, valideynin hüququdur övladı haqqında məlumat almaq. Bizim amma vəzifəmizdir. Bizim vəzifəmizdir, valideynin isə hüququdur. Təlim nəticəsi nədir İlker müəllim? Təlim nəticəsi elə məqsədimizdir. Yəni dərsin sonunda öyrəndiyimiz o bilik bacarığın dərsin əvvəlində elan olunmasıdır. Bu da belə deyək də maksimum 1-2 uzaq başı, yox 1-2 maksimum 3 meyarda qoyulur. Meyar yox. Yəni maksimum 3 təlim nəticəsi qoya bilərik. Təlim Minimum nəticəsi 1-2 qoya bilərik, hə. qoya bilərik. 1-2 maksimum 3 təlim nəticəsi qoya bilərik, bəli.
Aha, doğru. Təşəkkürlər Ülkər müəllimə. Sağ Yəni olun. siz Müəllim, o birisindən vermirsiniz heç suallar, o psixolojiyadan. Düz deyim, mən onu elə cəmi bir dəfə oxumuşam. Amma müəllimə elə qarışıq verirəm. Belə elə qoyuram, hə, gah ondan verirəm, gah bundan verirəm. Sizə məsələn onu verirəm, bu birinə bu birisini verirəm. ha, indi başa Yəni düşdüm. hə, ona görə. Növbəti dərslərimiz hələ müəllimə, daha geniş dərslərimiz irəlidədir. Bu dərsimizin biri sırf kurikulumdur müəllimə. Biri Hı -hı. psixoloji sual, həm kurikulum var. Növbəti dərslərimizdə daha çoxdur hər ikisindən. Ona görə narahat olmayın. Hamısı olacaq Ülkər müəllim. Oldu müəllim. Sağ olun. Sağ olun, sağ olun. Allah zehin açıqlığı versin Sağ müəllimə. olun. Sağ olun. Rüstəmova gəlsin. Axşamınız xeyir müəllimlər. Axşamınız xeyir Rüstəmova. Necəsiz müəllimə? Çox sağ olun, yaxşılıq. Yaxşı Siz olasınız. necəsiz? Sağ olun müəllimə. Müəllimə, summativ haqqında danışın. Summativ qiymətləndirmə məktəb daxili qiymətləndirmənin 3 növündən biridir. Diaqnostik formativ və summativ qiymətləndirmə. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir, hansı ki, onun nəticələri jurnalda qeyd olunur. Kiçik və böyük summativ olmaqla 2 hissəyə ayrılır. Kiçik summativ qiymətləndirmə plan müəllimi tərəfindən keçirilir. Böyük summativ isə məktəb rəhbərliyi tərəfindən hər yarım ilin sonunda keçirilir və yenə nəticələri kiçik summativdə olduğu kimi böyük summativin nəticəsi jurnalda rəsmi qiymətləndirmə kimi qeyd olunur. Dərsdə qrup işi vermisiniz müəllimə, lakin uşaq qruplarla işləmək istəmir. Nə edəcəksiniz? Qrup işinin əvvəlcə faydaları haqqında uşağa məlumat verilir və orada öyrənilə biləcəyi, hansı onun inkişafına köməklik göstərəcək, ünsiyyət qabiliyyətinin inkişafı, əməkdaşlıq, onlarda nitqin inkişafı, bir-birini dinləmə bacarığının formalaşması haqqında geniş məlumat verilir və çalışan qədər şagirdi qrup işinə cəlb edirik. Qəşəng. Psixoloqa nə zaman müraciət edərsiniz müəllimə? Müəllim davamlı olaraq psixoloqla birgə işləməlidir. Çünki istər-istəməz uşağın hər halı, hər cür əhvalı ola bilər. Həm yaxşı məqamlarda, həm uşaqdakı hər hansı bir narahatçılıqda psixoloqla daimi olaraq əlaqədə olunmalıdır. Doğrudur. Təlim nəticəsini əsasən müəyyən edilir. Təlim nəticəsi alt standart əsasında müəyyən olunur və sonda müəyyənləşdirilən nəticənin əvvəlcədən uşaqlara elan olunması məhz təlim nəticəsidir ki, uşaq əvvəlcədən müəyyən edir ki, artıq bilir ki, sonda hansı biliyə sahib olacaq. İlk bacarığa yiyələnəcək, doğrudur. İclasda direktor sizi həmkarlarınızın yanında tənqid edərsə, nə edərsiniz müəllimə? Çalışan qədər işimi elə quraram ki, tənqid olmasın. Əgər tənqid olarsa da mədəni davranış qaydalarına uyğun olaraq bunu qəbul edərəm və həmən tənqid olunan hərəkət və ya münasibət nə idisə onu aradan qaldırmağa çalışıram. Müəllim harda müəllimdir? Müəllim istənilən yerdə müəllimdir. Müəllim rol modeldir. Müəllim məktəbdə mən vəzifəmi qurtardım, dərs saatim bitdiyinə yekunlaşmamalıdır. Müəllim yol göstərən olmalıdır. Necə deyirik fasilitator? Eyni ilə yəni göstərməlidir. Təşəkkürlər Ülkər müəllimə. Siz sağ olun. Maşallah müəllimə. Maşallah. Qəşəng hazırlaşmısınız. Aysel Qarayeva. Bəli, axşamınız xeyir müəllimə. Axşamınız xeyir Aysel müəllimə. Müəllimə, keçən dəfə tənbəlləşmişdik. Bu dəfə qoçaqlaşmışıq. Bəli. Bəli. Lap yaxşı müəllimə. Müəllimə, açıq dərs təşkil etmisiniz və rəhbərlik də dərsinizdə əyləşir və bu zaman işıqlar sönür. Siz də proyektorda video çarx göstərirsiniz 2-ci Qarabağ müharibəsi ilə bağlı. Bu zaman nə edərsiniz müəllimə? Bu zaman müəllim həmişə planını hazırlayanda bir B planı da olmalıdır. O zaman proyektordan istifadə edə bilmirəmsə, əyani vəsaitlərdən istifadə edərək dərsimi təşkil edə bilərəm. O nə adlanır? Bəli. O nə adlanır? B planı. B planı dedim, bəli. Bəli, ay sağ ol.
Müəllimin B planı. Yaxşı müəllimə. Belə bir sual verir müəllimə sizə. Sinif rəhbərisiz, şagirdiniz bullyingə məruz qalır və siz bunu bilirsiniz. Kiminlə əməkdaşlıq edərsiniz? Bəli, bullying güclülərin zəiflər üzərində göstərdiyi təzyiqdir. Bir neçə növü var, vasitəli, vasitəsiz, verbal, qeyri-verbal, kiber və s. Bu zaman bullyingi müəyyən etmək üçün psixoloqla, valideynlə əlaqə saxlayaram, anonim sorğu keçirdərəm, esse yazdıraram ki, uşağın bullyingə məruz qaldığından əmin olum. Əmin olduğunuz müəllimə sonra nə olacaq? Əmin olduqdan sonra isə yenə psixoloqla məsləhətləşərəm. Belə desək, maarifləndirici söhbətlər apararam. Uşaqlara mənəvi dəyərlər aşılayaram ki, bir daha bu hal təkrar olunmasın. Ay sağ ol, bəli. Şagirdlərinizi nə zaman məktəb rəhbərliyinin yanına aparırsınız müəllimə? Şagirdlərimizi əsasən belə desək, yaxşı hallarda, hansısa təltifnamə və yaxud da uğur qazandığı halda məktəb rəhbərliyinin yanına apararıq. Neqativ hallarda isə çalışarıq özümüz şagirdlə fərdi söhbət apararaq onun qarşısını alaq. Yəni məktəbdə neqativ hal varsa, müəllimin səriştəsizliyi olar da, onu birbaşa məktəb rəhbərliyinin yanına aparmaq şagirdi. Doğru. Siz şagirdlərə dərsi necə təşkil edirsiniz, tədris edirsiniz ki, hər kəs individual olaraq anlayır? Bəli, burada belə desək də müəllimin didaktik qabiliyyəti güclü olmalıdır. Müəllim uşaqlara qısa, lakonik şəkildə fikrini ifadə etməlidir ki, hər kəs individual olaraq dərsi yaxşı anlasın. Yəni diferensial yanaşaram. Ay maşallah. Qəşəng Aysel müəllimə. Yaxşı, sinifində iki şagird bir-birindən küsülüdür. Siz də bunu hiss eləmisiniz və görmüsünüz. Nə edəcəksiniz müəllimə? Burada hər ikisi ilə fərdi şəkildə görüş keçirdərəm, söhbət apararam. Bu küsüllüyün səbəbini aydınlaşdırdıqdan sonra onlara da öz aralarında danışıb bu münasibəti yoluna qoymaqlarını məsləhət görərəm, belə desək. Aralarında empatiya hissi yaradaram. Bəli, empatiya hissi yaradaram. Bəlkə də yoldaşın onu elə demək istəmədi kimi fikirlərlə Ay sağ ol. belə desək, doğru yola gətirməyə çalışıram. Doğru müəllimə. Aysel müəllimə, bugün və bugün indi sən Ayselsən. Keçən dəfəki Aysel deyilsən. İndi bu Keçən dəfəki dəfə baxmamışdım müəllimə heç nəyə. müəllimə. Ona görə dedim ki, ona görə sizə deyim müəllimə, bu sən deyilsən. Amma indi bu sənsən. Təşəkkürlər müəllimə, canım mənim. Çox sağ olun. Zərri müəllimə burada? Buradayam müəllimə. Axşamınız xeyir. Axşamınız xeyir Zərri. Zərri müəllimə, hansı iş formalarından istifadə edirsiniz? Biz bilirik ki, 4 cürə iş forması var. Fərdi iş, cütlərlə iş, qrup işi, bir də kollektiv iş. Öz təlim nəticələrimə uyğun olaraq, hansı dərsimə uyğundursa da, o iş formasından istifadə edə bilərəm. Qruplarla işin hansı əhəmiyyəti var Zərri müəllimə? Qruplarla bu iş forması komandalar şəklində olur. Deməli, bu iş formasında şagird yaradıcılığı yüksək olur. Hər bir şagird fəaliyyətə cəlb olunur. Əməkdaşlıq, ünsiyyət, dinləmə bacarıqları şagirddə inkişaf edir, həyati bacarıqları inkişaf edir. Qrup işinin faydaları bunlar başa düşürəm. Doğru, müəllimə. Yaxşı müəllimə. Deyə bilərsiniz, şagirdlərə düşünmə vaxtı verirsiniz? Bəli, müəllimə, şagirdlərə düşünmə vaxtı verirəm. Ona görə ki, şagirdlərin qavraması müxtəlifdir. Şagirdlərin biri tez qavrayır, bəziləri gec qavrayır dərsi. Ona görə də onlara düşünmə vaxtı verirəm. Bullying nədir Zərri müəllimə? Bullying güclü şagirdlərin zəif şagirdlər üzərində fiziki təzyiq etməsidir. Bəli, doğrudur müəllimə.
Planlaşma haqqında da danışın. Hə, planlaşdırma iki cürdür. İllik planlaşdırma, bir də cari planlaşdırma. İllik planlaşdırma bizim il boyu istifadə etdiyimiz özümüzə məxsus olan proqramlaşdırmadır. Cari proqramlaşdırma isə gündəlik öz dərsimizə hazırlaşmaq üçün yazdığımız planlaşdırmadır. Gündəlik planlaşdırmaya biz gündəlik planlaşdırmanı hazırlayarkən biz dərsimizi daha çaşdım müəllim. Nəyi demək istəyirsiniz gündəlik planlaşmada? Müəllim üçün yol xəritəsidir. Hə, bəli müəllimə. Gündəlik planlaşdırmaya hazır evdə hazır gedərkən biz dərsimizi daha keyfiyyətli keçə bilərik. Planlı şəkildə keçirik də gündəlik planlaşmada. planlı Bəli, şəkildə. müəllimə, deyə bilərsiniz. Aha, və keyfiyyətli şəkildə. Bəli, müəllimə. Təşəkkürlər müəllimə. Zərri müəllimə, çalışırsınız maşallah. Hə, sağ olun müəllimə. Bir də bir kəlmə söz soruşum. Mənim özümü təqdim etməm o dəfə biraz uzun olmuşdu. Böyük dəqiqəsi çox olmuşdu. Biraz qısaltdım. Dediniz o şeiri də oxumayın, başqa şeir öz şəxsimə atın. Mən də atdım müəllimə. Baxmadınız ona, vaxt eləyib, yəqin ki, baxa bilmədiniz. Müəllimə, O vaxt qalıb elə, eləyəm. o eləcə də yarımçıq qalıb müəllimə. Bir-iki dənə o cümlə ilə onu tamamlayardıq da mən onu. Bizim vaxtımıza az qalıb, bir həftə qalıb bizim imtahanımıza. Avqustun 27-si, 28-i, avqustun axırına kimi bizim imtahanımız olası. Ona Müəllimə, görə biraz köməkdarlıq edin. nə əlavə eləyim deyirsiniz müəllimə? Müəllimə, şeiri mən ləğv elədim. İstəyirsiniz oxuyum. Bir-iki dənə qəşəng Uzundursa, cümlələr var. ay müəllimə, uzundursa dedim o şeiri çıxart da ora niyə əlavə eləyək ki artıq? Onda lap olur da müəllimə. Bir-iki dənə o müəllimlik yaxşı cümlələriniz var. Ondan bir-ikicə dənə. Məsələn, müəllimlik sənətini çox sevirəm. Bir-iki dənə cümlə deyərdiniz, tamamlayardıq. Elə bir yarımçıq qalıb. Müəllimə, yenidən göndərin mənim şəxsimə. Dərsdən sonra dinləyim belə Yaxşı müəllim. səslə daha rahat. Çünki səsi dinləyirəm, dayandırıram, göstərişimi verirəm, bir də yenidən qulaq asıram deyə. O mənə daha rahat gəlir. Səsli Burada göndərin. danışıb gedirsiniz, bəli də səsli göndərin. Yaxşı müəllimə, yaxşı müəllim. Sağ olun. Sağ olun. Natimə müəllimə, gəlin. Salam müəllim, axşamınız xeyir olsun. Müəllimə, bu indi məndən qabaqki müəllimə buyurdu ki, avqustun axırı imtahandır. O imtahan vaxtı bilinir ki, O kəsilən müəllimlərdəndir. Onlar avqustun axırı, yox, müəllimə elə təxmini deyir. Yəni heç kim bilmir. bil- Həmişə bildim. kəsilənlər avqustun axırı olur. O Aha. yüzdən müəllimə deyir ki, bizim Aha, imtahan o onda olar. onu bilmirdim. Orlar onda müəlliməyə, müəllimlərin hamısına. Bir də ki, müəllimə, mən sizin şəxsinizə mesaj göndərdim. Yəni Telegram kanal məndə hələ açılmadı. Yəni mənim telefonumda tətbiqlər, müəyyən proqramlar var ki, yüklənmir, açılmır. Oğlum göndərdi, ona göndərər sizə materialları. Mən yalnız sizin o WhatsApp səhifələrinə atdığınız o dərsləri dinləmişəm, videoları dinləmişəm. Onlardan hazıram, nə hazıramsa. Məqsəd nədir müəllimə? Məqsəd, yəni həm də təlim nəticəsi, təlimin məqsədi dərsin bir akademik dərs saatına 45 dəqiqənin əvvəlində müəyyən olunur. Dərsin sonunda şagirdin əldə edəcəyi bilik və bacarıqların əvvəlcədən müəyyən olunmasıdır. Yaxşı müəllimə. Bəs planlaşma neçə cürdür? 2 cürdür. Günlük, bizim gündəlik dərsimizdə hazırladığımız ki, planlama var ki, bizdə özgüvən yaradır, fəaliyyətimizdə daha yaxşı, yəni səriştəli qurmağa kömək edir. Bir də illik planlama var. Yaxşı, illik planlaşmada dəyişiklik eləyə bilirsiniz? Eləmək olar. Yəni müəyyən bayramlar var, müəyyən belə deməli qeyd olunmalı günlər var ki, onların yeri dəyişir. Sonra tətillərlə bağlı, dəyişikliklərlə bağlı dövlət deməli orqanları etdiyi dəyişikliklər var ki, onların əmrinə əsasən müəyyən dəyişikliklər olur. Mövzular düz gəlməyəndə, məsəl üçün Xocalı faciəsi gəlib əgər oktyabra çıxarsa, oktyabr müstəqil günü gəlib məsəl üçün fevrala çıxarsa, mart soyqırımı gəlib sentyabra çıxarsa, belə bir şeylər dəyişiklik olur. Ancaq saatlara dəyməmək şərti ilə. Yaxşı. Bəs deyə bilərsinizmi ki, müəllimə, effektiv müəllim-valideyn münasibətlərini necə qurursunuz?
Effektiv müəllim-valideyn münasibətləri ümumiyyətlə təsvir bucağı, valideyn, müəllim, şagird, yəni bir arada olanda daha keyfiyyətli deməli nəticə əldə olunur. Sualınız necə idi müəllimə? Effektiv Effektiv müəllim-valideyn münasibətləri. hə, müəllim-valideyn münasibətləri əvvəlcədən elə bir şərait yaradıram, yəni elə bir demokratik ab-hava yaradıram ki, nəticəsi yəni uğurlu olsun. Valideyni məktəbə gəlməkdən, yəni hansısa bir problem deməkdən çəkinməsin. Vaxtında nə varsa müsbətə və ya mənfi yerindəcə həll olunsun. Natəvan müəllimə, alt standart neçə hissədən ibarətdir? 2 hissədən. Hansılar? Bilik və bacarıqlar. Bəs təlim nəticəsi nəyə əsasən müəyyən olunur? Alt standarta nəzərə müəyyən olunur. Təlim nəticəsi də 1, 2, maksimum 3 qoyula bilər bir akademik dərs müddətində. Ona əsasən də meyarlar müəyyən olunur. Diaqnostik qiymətləndirməni nə zaman aparırsınız? Məktəb daxili qiymətləndirmə növlərindən biridir. İlin əvvəlində, bölmənin əvvəlində, birinci yarım ilin əvvəlində şagird sinfini və yaxud da məktəbini dəyişərsən, şagirdin ilkin bilik və bacarıqlarına qoyulan qiymətləndirmədə sonraki qiymətləndirmələrə kömək edir. Qeyri-rəsmidir. Natəvan müəllimə, hardan deyirsiniz o göndərdiyim PDF-dən oxumusunuz? Belə səsli izahlarda. Birinci, ikinci dərsi göndərdiniz WhatsApp səhifəmə, sonra buyurdunuz ki, sonraki dərslər ağırlaşacaq, mümkün olmayacaq ki, mənim yenicələri sizə göndərsin. Zəhmət olmasa kimin proqramı, kimin telefona proqram yüklənirsə oradan dinləyə bilərsiniz. Oğlunuzu göndərdiyinizə baxdım, qeyd elədim orada müəllimə. Buradan istifadə edə bilərsiniz Natəvan müəllimə. Bəli. Ora hər bir şey ora yüklənir, müəllimə. Siz ayrı proqramla biz alındıra bilmirik. Bax, məsələn, bugün bir müəllim qoşuldu, mən onu əlavə elədim o qrupa. Mən onu o qrupa əlavə eləyən kimi, o bütün ondan öncə, 10 gün öncə bütün materialları orada görür. Amma WhatsApp əlavə eləsəm onu görməyəcək. Mən bir də ona o materialları göndərməliyəm. Bir ona göndər, bir... Yəni, o mənim üçün axı məndə vaxt itkisi aparır da o. Hər müəllimə bir də ayrı-ayrı göndərmək. Amma Telegram o qədər gözəldir ki, bir dəfə yükləyirəm ora, bugün səni əlavə eləyim, sabah o birisini elədiyim anda səndən 10 gün öncə, bir ay öncə nə yükləmişəm onu orada görürsən. WhatsApp-a göndərsəm görməyəsən. Sənə yenidən gəlməlidir onlar. Ona görə mənə çətinlik yaradır. Təşəkkürlər Natəvan müəllimə, çox sağ olun. Müəllimə, indi siz də sağ olun. Bundan sonra göndərəcəyinizdə 100 dərs sayılır da, müsahibə 3, belə? Göndərmişəm, müsahibə 3. Bugün göndərmişəm. Yaxşı, oldu. Növbəti dərs müsahibə 3-ü soruşacağam və eyni zamanda həm 1-i, həm 2-ni. El olacaq müəllimə. Bildim müəllimə. 3-ü oxumayın da, digərləri ilə də oxuyun ki, təkrar olmuş olsun. Bildim. Ziniyyət müəllimə burada.